İlk baxışdan çətin və qarışıq kimi görünən bu testi asan və düzgün formada, tez bir zamanda necə həll etmək olar, onu izah etməyə çalışacağam sizə. Əvvəlcə biz xronoloji ardıcılığı düzgün qurmalıyıq. Marna çay sahilində döyüş 1914-cü ilin sentyabrında, Çanaqqala döyüşü 1915-ci ilin fevralından 16-cı ilin yanvarına qədər, Tanyenburg döyüşü 1914-cü ilin avqustunda baş vermişdi, Verden döyüşü isə 1916-cı ilin fevral ayında baş vermişdi. Deməli, bizim hadisələrdən 1 və 3, ikisi də 1914-cü ildir. Amma Tannenburg avqustda olduğuna görə birinci 3-ü yazıram. Qeyd eləyək burada. Aha. Deməli 3 ilə başlayırıq. 3, daha sonra 1 Marna döyüşü 1914-cü sentyabrı, daha sonra Çanaqqala döyüşünü qeyd edirik və sonda da 1916-cı ilin fevralında Verden döyüşü. İndi bunu bu A, B, C, D-nin üzərinə yerləşdiririk bu formada, xronoloji ardıcılıq formasında. 3, 1, 2 və 4. Yaxşı, gəlin baxaq. Onda bizdə olacaq 1, B, 2, C, 3, A, 4, D. Düzgün cavabımız hansı olur? Təbii ki, B variantı.